Dövlət xidmətləri haqqında qanun layihəsi hazırlanıb. Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan dövlət xidmətləri haqqında qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihəyə əsasən dövlət xidmətlərinin elektron reyestri də yaradılacaq. Bu dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanmasını, sistemləşdirilməsini təmin edəcək, ən əsası isə təkrarçılığı aradan qaldıracaq. Və mühüm məqam odur ki, dövlət xidmətinin göstərilməsi yalnız onunla bağlı məlumatlar dövlət xidmətlərinin elektron reyestrinə daxil edildikdən sonra göstərilə bilər. Bu isə bəzi hallarda reqlamenti olmayan, hüquqi əsası olmayan, süni yaradılmış xidmətlərin birdəfəlik preventiv qaydada qarşısına alacaq. Xidmətlər əlbəttə həm fiziki və elektron qaydada göstərilə bilər. Dövlət xidmətləri sahəsində dünya səviyyəsində bürokratiyaya qarşı çox sərt və prinsipal bir normada təqdim olunur və bunlardan biri elə məhz 5.3-cü maddədir. Əgər dövlət xidmətinin göstərilməsi üçün lazım olan sənəd və ya məlumat elektron hökumət informasiya sistemində varsa, bunu başqa qurumdan o dövlət orqanları bir-birinə əldə edə bilərsə, vətəndaşın o digər sənədləri toplamağına ehtiyac yoxdur. Yəni artıq burada dövlət qurumları öz bazaları arasında özü danışmalı, vətəndaşa isə yalnız nəticəni təqdim etməlidir. Layihədə əksini tapan digər vacib bir məqam da ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. Asan xidmət indeks qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək, qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.